Gündən bir günüdür, işdəyəm. Zəng gəldi, salam verək, aleykümselam. Üzeyir ustadı, dedim, bəli, buyurun. Siz 07-yə baxırsınız. Səhər saat 11, səhərsi günü, saat 12-11 arası gördüm, evakuator qalxdı servisin həyətinə. Vaz 2107 düşdü. Açarı açdım. Avtomobilinin də göstərici panelində 3 və yaxud 4 dənə işıq olur da. Yağın işığı, akkumulyator işığı, bir də ki... Firborda. Firborda deyək də, bir də ki... Nəsə, birinci fikir vermədim, qanət edim, xodlanmadı, təzdən geri qaytardım, görüm, avtomobil sahibi bördədir. Elə bir avtomobil içindəyəm, sadəcə olaraq fikir verirəm ki, yanımdadır da, buradadır. Qarşıda da oturub da, cəmaət orada çay içir. İkinci dəfə zama qaçanda gördüm ki, çekin işığı firborda yoxdur. Belə əyildim, bördən, bardaçokun altında 2 dənə orada qorucu bir daxranətlər var. Öyle olan ikisini de belə çəkdim, fərqi yoxdur, onun hansı ara düşdü, şey eləmir. Çəkdim, baxdım, gördüm, birinin içi qırılıb. Heç düşdüm, avtomobil sahibinə heç demirəm. Düşdüm, girdim dükana, dedim, bəs bir dənə bu qorucusu, bir dolar. Dedim, neçədir, o vaxt ucuz idi, 3 qəpik. Mən söhbət edirəm, aradasa 2006, 2005 bu civarı. Heç nə oldum, gətdim, taxdım, vurdum, xotladım, avtomobil işə düşdü, işləyir. Bir də fikrim yayındı, gördüm, cəmaət qaçır. Nəsə olub da, elə bir hadisə olub, qaçır da, hamı qaçır. Elə fikir verdim, gördüm, yan tərəfdə talpa davası gedirdi, nəsə belə bir şey. Mən avtomobili söndürüm, düşdüm aşağı, gördüm 4-5 nəfər, bir nəfər ayırır da, belə. Mən də fikir vermirəm ki, bu nə baş verirdi. Mən də avtomobilin sahibini axtarıb, tapa bilmirəm. Sən demə, avtomobilin sahibi öz əllərini qaldırıb başına çırpır da. Yəni 15 gündə avtomobili alıb, 10 gündə ustadadır. Yəni o boyda yolu gəlib, onda mən Sumqayıtda işləyirdim. Rayondan gəlib bura, evakuatordan düşdü. Heç o şey hesablasan 3 dəqiqə vaxt çəkmədi də, bu avtomobil işə düşdü. Sən demə bu başına çırpır, cəmaət qayırır ki, özündən ayırsınlar da, bunu eləmə də, bunu etmə. Şimdi nəsə ora bura sakitləşdirdik, bunu saldıq içəriyə servisə. Deyir ki, qardaş gəl bura. Deyirəm, hə, açdıq, gəldik maşının arxası, bagajı açdıq. 2 dənə benzin nasos, 2 dənə babin, svetsalar, nə bilim, hər bir şeydə şunur, pravada, dəyəm, xodlanmağa aid nə varsa, hər şeyi usta aldırıb, dəyişdirib, maşın xoda düşmür. Hamısı da yığıb bagajdadır. Qardaş, mən buna pul vermişəm. Deyirəm ki, heç nə. Ona görə mən başıma çırpıram ki, yəni hər kəsən öz işin bilsin də, yəni bilmirsənsə, bilməmək ayıb deyil ki, mən bunu bacarmıram. Yəni, bu olacaq, Vaz 2107 nə maşındır ki, onu xodlamağa bacarmır? Sadəcə biz praktika ilə iş görürük, biraz da gərək elmi tərəfdən də, yəni hər şey praktika deyil.